Salam mənim əzizlərim, belə bir açıqlama edirik. Qoç bürclərini avqustun sonuna qədər nələr gözləyir, ona baxacağıq. Səhifəyə dəstək məqsədi ilə bəyənməyi və şeir etməyi, paylaşmağı unutmayın. Özü və hərəkəti. Bu göstərir ki, Mars onun 3-cü evində olduğu üçün yüksək cəsarət, qətiyyət, ünsiyyətdə fəallıq gətirir. Eyni zamanda 12-ci evdəki Saturn retrosu enerjinin bir qədər daxilə yönəlməyi. Bu nə qədər fəal olsa da, ünsiyyətcil olsa da bu ay ərzində tez yorulmağı da, yəni ki, işin yoğunluğu onun tez yorulmağına da səbəb ola bilər. 7 avqusta qədər Yupiter, Merkuri, Günəş Xərçəng bürcündə, qoçların 4-cü evində, şəxsi həyatınızda, ailə məsələlərinizdə, daxili rahatlığınıza doğru köklənəcək. O məsələlərə başınız qarışacaq. Yəni onlara enerjinizi sərf edəcəksiniz. İmpulsiv addımlardan ziyadə planlı, səbirli hərəkət etməyiniz daha məsləhətlidir. Xüsusilə 15-20 avqust aralığında emosional çıxışlardan çəkinmək lazımdır. Sevgiyə baxdıqda Venera planetinin zəifləmiş vəziyyətdə olmağı bizim sanki sizin şəxsi həyatınızda xırda detallara, tənqidi yanaşmalar aktivləşə bilər. Yəni xırda bir detalları tənqid edə bilərsiniz. Münasibətdə olanlara ev məsələləri, partnyorlarla xırda anlaşılmazlıqlar yaşamaq göstərir. Bir-birinizi mühakimə etmək əvəzinə anlayış göstərmək vacibdir. Bu həm də nəyi göstərir? Bu 5-ci evdə sizdə Ketu səbəbindən romantik gözləntilərinizdən biraz kənarlaşacaqsınız, uzaqlaşacaqsınız. Daxili məsafə hiss olunacaq, uzaqlaşma olacaq. Yəni yeni tanışlıqlar etmək istəyənlərə isə çox tələsmək məsləhət deyil. Zamana buraxmaq daha xeyirli olacaq, daha verimli olacaq sizin üçün. Karyera, iş həyatına baxaq. Karyera iş həyatında isə sizi göstərir ki, Yupiterin 10-cu evi sizi peşəkar baxış açınızı nüfuz gətirə bilər, hörmət gətirə bilər. Yəni iddialı layihələrdən mövcud işlərinizə qədər uğur sizinlədir. Yəni uğurlu bir zamanlamadır. Yəni hansısa bir layihəniz varsa, onu möhkəmlətmə, irəlilətmə dövrü deyə bilərdim. Komanda işi, təqdimat, satış, qısa iş gəzintiləri üçün də əlverişli şəraitdir. Xarici tərəfdaşlar, ola bilsin ki, dəniz aşırı işlər ilə bağlı Saturn 12-ci evdədir deyə bəzi gecikmələr gətirə bilər. Yəni sizə məsləhət görür ki, səbirli olun. Yəni ki, Saturn 12-ci evdədir, bu yəni gecikmələr ola bilər. Bu demək deyil ki, o iş olmayacaq. Biraz səbirli olun. Pul, maliyyə baxaq. Deməli, 11-ci evdə Rahu gözlənilməz maliyyə fürsətlərindən xəbər verir. Yəni sosial şəbəkələr, gözlənilməyən mənbələr vasitəsilə gəlir imkanları ola bilər sizin üçün. Yəni Veneranın da zəif mövqeyi, Saturn da 12-ci evdə olması büdcədən kənar xərclər ola bilər. Yəni bu ev məişət ola bilər, səhət ola bilər, gözlənilməz öhdəliklər ola bilər. Ola bilsin ki, nə üçünsə ödəmə etməlisiniz. O, yəni ki, nəzərinizdən, gözünüzdən, yəni planda yoxmuş. O belə çıxa bilər. Yəni belə bir risklər ortaya çıxa bilər. Bizə tövsiyə olunur ki, 10-30 avqust aralığında böyük riskli investisiyalar, lüks belə alış-verişdən uzaq olasınız. Xüsusilə ev və daşınmaz əmlakla bağlı, yəni bu böyük məbləğdəki puldan xəbər verir. Bağlı xərclər varsa, daşınmaz əmlakını almaq istəyirsiniz, evinə bağlı xərclər varsa, bunu büdcə limiti qoyun. Çünki qoçlarda belə bir şey var. Yəni kəsənin ağzını açdı mı, yəni bayağı əl açıqlıq eləyib hamısını bitirə bilərlər. Amma Saturn geri hərəkətində məsləhət görür ki, biz biraz qənaət eləyək, çünki biraz ləngimələr, işlərdə axsamalar olacaq deyənə, öncədən tədbir görmək daha məqsədə uyğundur. Bu qədər mənim əzizlərim. Videonu bəyənməyi və paylaşmağı unutmayın.